Saat 16 Azərbaycan televiziyasının efirində növbəti xəbər vaxtıdır. Studiyada sizi yenə mən Lalə Məmmədova salamlayıram. Hər vaxtınız xeyir, anonslar daha sonra xəbər olun. Məktəblərdə qış tətili başlayır. Tətil neçə gün davam edəcək? Goranboyda ötən ilin noyabrında çökən bina hələ də sökülməyib. Sakinlər prosesin ləngiməsindən narahatdılar. Rusiya və Çinin Arktikada artan əməkdaşlığı NATO üçün narahatlıq doğurur. ABŞ və Alyans bölgədə hərbi hazırlığı gücləndirmək üzərində çalışır. İkinci Qaraginə qarşı cinayət işi açıldı. Bütün ermənilərin katolikosu çirkli pulların yuyulmasında ittiham olunur. Azərbaycan Qarabağda yaşayan 10 ermənini və 1 etnik rusu Ermənistana təhvil verib. Bu barədə Ermənistanın Əmək və Sosial Məsələlər Naziri Arsen Tarasyan bildirib. Arsen Tarasyanın sözlərinə görə həmin şəxslər Azərbaycanın və Ermənistanın aidiyyəti strukturlarına müraciət edərək köçürmələrini xahiş ediblər. Onlar bu müraciətlər əsasında Ermənistana gətiriliblər. Qarabağda yaşayan ermənilərin özlərinin yazılı müraciətləri və istəklərinə uyğun olaraq Ermənistan tərəfə keçməsinə şərait yaradılıb. Ermənistan hakimiyyəti bütün ermənilərin katolikosu 2-ci Qaraginə qarşı yeni cinayət işi hazırlayır. Bu barədə Hraparak məlumat yayıb. Nəşrin məlumatına görə Ermənistan İstintaq Komitəsi çirkli pulların yuyulması maddəsi ilə ittihamı araşdırır. Proses çərçivəsində Şokaka televiziya şirkətinin direktoru Mani Qazaryan dindirilib. Qazaryan İstintaq Komitəsinə şahid kimi dəvət olunduğunu təsdiqləyib. Məlumata görə məsələ Şokakatın direktoruna Erməni Kilsəsi Fondunun ayırdığı mənzillə bağlıdır. Daha sonra mənzil satılıb. İstintaq Komitəsi bunu Qaragin tərəfindən çirkli pulların yuyulması kimi qiymətləndirir. Azərbaycan-İspaniya ikitərəfli əməkdaşlığının genişləndirilməsi üçün dialoqlar davam edir. Bu barədə Milli Məclisin sədri Sahibə Qafarova, İspaniya Krallığı Deputatlar Konqresinin sədri xanım Fransina Armengol Sosiası ilə keçirilən brifinqdə səsləndirib. Nümayəndə heyətləri arasında az öncə keçirdiyimiz görüşdə Azərbaycanla İspaniya arasında mövcud olan əlaqələri nəzərdən keçirdik. Xüsusən son dövrlərdə ölkələrimiz arasındakı fəal siyasi dialoqun şahidi oluruq. Bu da iki tərəfli əlaqələrin mövcud vəziyyətinin və gələcək perspektivlərinin ətraflı müzakirəsinə imkan yaradır. Müqavilə hüquq bazasının genişləndirilməsi üzərində də iş aparılır. Elm, təhsil və mədəniyyət sahələrindəki əməkdaşlıq da olduqca vacibdir. Bu sahələrdə əlaqələrin gücləndirilməsi xalqlarımızın, xüsusən gənclərimizin bir-birini daha da yaxından tanımasına və yaxınlaşmasına imkan yaradacaq. 2023-cü ildə elektromobilə subsidiyanı dayandıran Almaniya hökuməti indi planını dəyişib. Yeni dövlət proqramına görə elektromobil alanlara subsidiya bərpa olunur. Berlindən xüsusi müxbirimiz Günay Məmmədova xəbər verir. Satışların kəskin azalmasından sonra hökumət yeni dəstək mexanizmini işə saldı. Almaniyada elektromobillərin alınmasına dövlət subsidiyaları əvvəlki proqramın 2023-cü ilin sonunda dayandırılmasından sonra yenidən bərpa olundu. Qeyd edeyim ki, satışların kəskin azalmasından sonra hökumət dəstək mexanizmini işə salmağı qərar aldı. Yeni proqram 2029-cu ilə qədər davam eləyəcək. Ümumi büdcə təxminən 3 milyard avro təşkil eləyir. Bu vəsaitlər əsasən fiziki şəxslərin dəstəklənməsinə, xüsusilə də aşağı və orta gəlirli ailələrə yönəlib. Subsidiyaların məbləği ailənin gəlirindən və uşaqların sayından asılı olaraq 1500 avrodan 6000 avroya qədər dəyişir. Ən yüksək məbləğ 6000 avro, yəni gəliri aşağı olan və ya uşaqlı ailələr üçün nəzərdə tutulub. Dəstək yeni elektromobillərə, eləcə də ekoloji tələblərə cavab verən deməli plug-in hibridlərə və əlavə yürüyüş məsafəsi təmin edən modellərə şamil olunur. Proqram bütün istehsalçılar üçün açıqdır və avtomobilin mənşə ölkəsinə görə heç bir məhdudiyyət nəzərdə tutulmur. Bu xarici, o cümlədən Çin istehsalı olan modelləri də əhatə eləyir. Almaniya hökumətinin əsas məqsədi, qeyd edeyim ki, elektromobillərə tələbatı artırmaq, subsidiyaların ləğvindən sonra zəifləyən bazarı canlandırmaq və ölkə iqtisadiyyatı üçün strateji
strateji əhəmiyyət daşıyan avtomobil sənayesini dəstəkləməkdir. Eyni zamanda bu addım ekoloji nəqliyyata keçidi sürətləndirmək və Almaniya bazarının qlobal rəqabət şəraitində mövqelərini qorunması məqsədi daşıyır və qeyd edeyim ki, hökumət hesab eləyir ki, bu proqram bir neçə il ərzində təxminən 800 min avtomobili əhatə edəcək və 2026-cı ildə elektromobil satışlarını nəzərə çarpacaq dərəcədə artırmasına imkan verəcək. Bu isə həm iqtisadi sabitlik, həm də Almaniyanın iqlim hədəflərinə çatması baxımından vacib hesab edilir. ABŞ rəsmi olaraq Ümumdünya Səhiyyə Təşkilatından çıxıb, Səhiyyə və Sosial Xidmətlər Nazirliyi ölkənin qurumdan çıxması prosedurunun tamamlandığını açıqlayıb. Qeyd olunur ki, qərar Ümumdünya Səhiyyə Təşkilatının COVID-19 pandemiyasına lazımi reaksiyanın olmaması, zəruri islahatların aparılmaması və üzv dövlətlərin siyasi təsiri ilə əlaqədar qəbul edilib. Birləşmiş Ştatlar Ümumdünya Səhiyyə Təşkilatının ən böyük donorlarından biri olub. Təşkilatın hüquqşünasları Vaşinqtonun $260 milyon ödənilməmiş borcunun qaldığını bildirirlər. Birləşmiş Ştatlar isə bununla razı deyil. Xatırladaq ki, 2025-ci il yanvarın 20-sində Prezident Donald Trump ölkəsinin Ümumdünya Səhiyyə Təşkilatından çıxması ilə bağlı sərəncam imzalayıb. Avropa İttifaqı liderləri Qrenlandiya gərginliyi fonunda transatlantik əlaqələri müzakirə etmək üçün Brüsseldə növbədənkənar zirvə toplantısı keçiriblər. Polşanın baş naziri Donald Tusk sammitdən əvvəl İttifaqın ABŞ ilə əlaqələrində böhran yaşandığını bəyan edib. Qeyri-formal görüş uzun müddət çəkdi. Elə gözləndiyi kimi gec saatlara qədər davam etdi və bundan sonra Avropa İttifaqı Şurası prezidenti Antonio Costa və Avropa Komissiyasının prezidenti Ursula von der Leyen jurnalistlər qarşısına çıxaraq açıqlama verdilər və əvvəldən də gözlənildiyi kimi əsas müzakirə mövzusu transatlantik münasibətlər idi. Amerika Birləşmiş Ştatları ilə münasibətlər ətrafında fikir mübadiləsi aparmışdılar. O ki qaldı ümumi qeyri-formal görüşün gedişatına. Avropa İttifaqına üzv olan ölkələrin liderləri əvvəlcə İspaniyada qatar qəzasında həyatını itirmiş insanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Daha sonra isə ətraflı müzakirələr başlayıb. Gündəlikdə olan məsələlər əvvəldən də bilinirdi və gözlənildiyi kimi əsas müzakirə mövzusu transatlantik əməkdaşlıq olub, amma bundan başqa həm də Avropalı liderlər Mercosur razılaşmasını müzakirə ediblər, Qrenlandiyanın taleyi ilə bağlı müzakirələr aparıblar və sülh şurası haqqında da ətraflı fikir mübadiləsi aparıblar. Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump'ın təşəbbüsü ilə ortaya çıxmış sülh şurasına münasibətdə Avropa İttifaqının vahid mövqeyini formalaşdırmağa çalışıblar, amma bu mümkün deyil, çünki artıq Avropa İttifaqına üzv olan iki ölkə Macaristan və Bolqarıstan sülh şurasının nizamnaməsinə imza atıblar. Baxmayaraq ki, digər ölkələr Fransa, Almaniya, İsveç buna qarşıdır. Ona görə də yəqin ki, bu istiqamətdə Avropa İttifaqının vahid mövqeyini formalaşdırmaq mümkün olmayacaq. Maraqlı müzakirələrdən, maraqlı mövqeylərdən biri həm də Danimarkanın idi. Bu ölkənin mövqeyi çox maraqla gözlənilirdi. Danimarkanın baş naziri Mette Frederiksen bildirib ki, biz bundan sonra da Amerika Birləşmiş Ştatları ilə müzakirələri davam etdirməyə hazırıq. Bir şərtlə ki, bizim ərazi bütövlüyümüz və suverenliyimizə hörmət olsun. Ümumiyyətlə, Avropa İttifaqına üzv olan ölkələrin liderləri jurnalistlərlə təmaslarında birinci olaraq Amerika Birləşmiş Ştatlarının Avropa İttifaqının ümumilikdə maraqlarına və ayrı-ayrı ölkələrin suverenliyinə hörmət etməli olduğunu vurğulayırdılar. Bütün əməkdaşlıqlar, bundan sonraki bütün yaxınlaşmalar, danışıqlar yalnız bu fundamentin üzərində qurula bilər. Belə buna uyğun bəyanatlar verirdilər Avropalı liderlər. Müzakirələr şam yeməyində bildiyiniz kimi davam edib və maraqlıdır ki, telefonları bir kənara qoyaraq, başqa bir otaqda qoyaraq liderlər şam yeməyində müzakirələri davam etdiriblər. Adətən strateji məsələlərin və məxfi məsələlərin müzakirəsi zamanı bu cür addım atır Avropa İttifaqına üzv olan ölkələrin liderləri. Rusiya və Çinin Arktikada artan əməkdaşlığı NATO üçün narahatlıq doğurur. Hərbi Alyansın Avropadakı Birləşmiş Qüvvələrinin baş komandanı Aleksis Grinkeviç belə deyib. Amerikalı general Arktikada hərbi hazırlığı artırmaq və gücləndirməyin yollarını tapmaq üçün davamlı çalışdıqlarını bildirib.
Hesab edirəm ki, təhlükəsizliklə bağlı ən çox narahatlıq doğuran dəyişikliklərdən biri Rusiya və Çin arasında Arktikada getdikcə artan əməkdaşlıqdır. Biz son bir neçə il ərzində bunun şahidi oluruq. Bu həm dənizdə artan patrullar, həm də hava sahəsində uzaq mənzilli bombardımançı təyyarələrlə birgə həyata keçirilən patrullarla özünü göstərir. Başqa sözlə, onların birgə fəaliyyəti qəti şəkildə artmaqdadır. Rəqiblərimiz və ya potensial düşmənlərimiz belə bir addım atdıqda buna diqqət yetirməliyik. ABŞ prezidenti Donald Trump növbəti dəfə Rusiya-Ukrayna müharibəsini başa çatdırmaq niyyətində olduğunu bəyan edib. Davosdan Birləşmiş Ştatlara gələrkən təyyarədə jurnalistlərə açıqlama verən dövlət başçısı hər ay 25-30 min əskərin ölümünün ciddi narahatlıq doğurduğunu bildirib. Trumpın sözlərinə görə Rusiya və Ukrayna prezidentləri razılaşma əldə etmək niyyətindədirlər. Putinin razılaşma əldə olunmasını istəmədiyi vaxtlar olub. Zelenskinin razılaşma istəmədiyi dövrlər olub. İndi düşünürəm ki, hər ikisi razılaşma əldə olunmasını istəyir. Baxarıq. Rusiya-Ukrayna müharibəsində isə qarşılıqlı hava hücumları səngimir. Ukraynanın Donetsk vilayəti Rusiya hərbi birləşmələrinin intensiv dron zərbələrinə məruz qalıb. Yaşayış məhəlləsinə PUA hücumu nəticəsində azyaşlı da daxil olmaqla 4 nəfər həlak olub, 5 nəfərin isə xəsarət aldığı bildirilir. Onların arasında 3 uşaq var. Ukrayna tərəfi isə yenidən Rusiyanın yanacaq obyektlərini hədəf alıb. Penza vilayətində neft anbarına dron zərbələri endirilib. Yerli icra orqanlarının məlumatına görə hücum nəticəsində anbarda yanğın baş verib, xəsarət alan yoxdur. Orta dəhliz üzrə daşımalar son 5 ildə 7 dəfə artıb. Gürcüstanın baş naziri İrakli Kabakidze və İqtisadiyyat Nazirliyi nümayəndələri Gürcüstanın tranzit rolunun güclü olduğunu və orta dəhliz üzrə yük daşımalarının son illərdə əhəmiyyətli dərəcədə artdığını açıqlayıblar. Ətraflı məlumatları Tbilisidən birbaşa bağlantıda olan xüsusi müxbirimiz Ruslan Həsənovdan eşidəcək. Ruslan, efirdəsiz, buyurun. Təşəkkür edirəm. Mən də sizi Tbilisidən salamlayıram. Bəli, Gürcüstanın baş naziri İrakli Kabakidze orta dəhliz və tranzit məsələlərinə dair önəmli açıqlamalar verdi. Baş naziri bildirdi ki, alternativ nəqliyyat dəhlizlərinin yaradılması Gürcüstanın tranzit roluna heç bir təhlükə yaratmır. Onun sözlərinə görə bunun ən aydın sübutu orta dəhliz üzrə yük daşımalarının son 5 ildə 7 dəfə artmasıdır. Kabakidze vurğulayıb ki, Gürcüstanın tranzit funksiyasının zəiflədiyi ilə bağlı səsləndirilən iddialar əsassızdır. Baş nazir bu fikirləri Imedi Live proqramında çıxışı zamanı səsləndirib. Baş nazir İrakli Kabakidze'nin fikirlərinə istinadən diqqətinizə onu da çatdırım ki, rəsmi Tbilisi qonşu ölkələr arasında münasibətlərin normallaşmasını və ticarət, iqtisadi əlaqələrin genişlənməsini alqışlayır. Eyni zamanda tranzit potensialını inkişaf etdirmək üçün iri investisiyalar yatırmağa davam edir. Baş nazir dedi ki, yol infrastrukturu, limanlar, hava limanları və digər strateji obyektlərdə aparılan investisiyalar tranzit həcmlərinin davamlı artımını təmin edir və alternativ marşrutlar bu rolun zəifləməsinə səbəb olmur. Əksinə onu tamamlayır. Eyni zamanda daha bir mühüm açıqlama Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirinin müavini Tamar İosalyanidən gəldi. O bildirdi ki, Gürcüstan dəmir yolları orta dəhlizin nəqliyyat logistika marşrutunda strateji və mərkəzi rol oynayır. Nazir müavini qeyd etdi ki, dəmir yolu infrastrukturunun modernləşdirilməsi layihəsi artıq başa çatırıb və dekabr ayında istismara verilib. Bu layihə çərçivəsində dağlıq keçid hissəsi yenilənib, 90 kilometr yeni dəmir yolu çəkilib və bölgənin ən iri tuneli təxminən 9 kilometr uzunluğunda tunel inşa olunub. Tamar İosalyani vurğuladı ki, dövlət nəqliyyat sektorunun inkişafına kompleks yanaşır, 1 milyardlarya qədər investisiya yatırılıb və gələcəkdə vaqon parkının yenilənməsi nəzərdə tutulur. Bu isə orta dəhliz üzrə artan yük axınını effektiv şəkildə qarşılamağa imkan verəcək. Statistik göstəricilər də artımı açıq göstərir. 2025-ci ildə limanlarda konteyner yükləri üzrə təxminən 17%, ümumi yüklər isə 18% artım qeyd alınıb. Ümumilikdə həm Gürcüstan dəmir yolları, həm də ölkənin dəniz limanları artan yük həcminə tam hazırdır və yeni infrastruktur layihələri bunun təminatı üçün həyata keçirilir. Nazir müavini onu da bildirdi ki, plan
planlara əsasən 2026-2027-ci illərdə yeni lokomotivlər alınacaq, vaqon parkı mərhələli şəkildə yenilənəcək və Gürcüstan dəmir yolları 2028-29-cu illərdə orta dəhliz üzrə formalaşacaq vəziyyətə tam hazır olacaq. Tbilisidən təqdim etmək istədiyimiz məlumatlar bunlar idi. Buyurun, sözü sizə ötürürük. Təşəkkür edirəm sizə Ruslan məlumatlarınız üçün. Bir daha xatırladaq ki, Gürcüstan üzrə xüsusi müxbirimiz Ruslan Həsənov orta dəhliz üzrə artan daşımalardan bizə məlumatları paytaxt Tbilisidən birbaşa bağlantıda çatdırırdı. Davam edirik. Türkiyənin şərqində qeyri-sabit hava şəraiti davam edir. Bəzi bölgələrdə havanın temperaturu -32 dərəcəni keçib. Yüzlərlə kəndin yolu bağlanıb. Xüsusi müxbirimiz Yalçın Tahiroğlu daha ətraflı məlumatları çatdırır. Ötən həftə İstanbulda daxil olmaqla Türkiyənin qərb bölgələrində güclü qar, fırtına, şiddətli külək və soyuqlar, dondurucu soyuqlar qeydə alınmışdı. Hal-hazırda İstanbulda bu hava yağışla əvəzlənib, lakin Türkiyənin şərq bölgələrində vəziyyət çox daha gərgindir. Qars, İrdir, Ardahan, şərq bölgələrində, Mərkəzi Anadoluda, Kayseri, Qəhrəmanmaraş və digər bölgələrdə güclü qar, dondurucu soyuqlar qeydə alınıb. Ərzurumun Yüksəkova kəndində havanın temperaturu -32 dərəcəyə qədər enib. Bəzi yerlərdə həm şəhər yolları, həm də çevrə yolları, magistral yolları qar bağlayıb. Qarsda və digər bölgələrdə insanlar bir yerdən başqa bir məkana, nöqtəyə hərəkət etmək üçün qarın altından tunel qazdıqları hallar belə müşahidə olunur. Yerli hakimiyyət orqanları, AFAD əhaliyə xəbərdarlıq edir. Xüsusilə bu günlərdə qarlı hava şəraitinin, dondurucu soyuqların insan həyatına təhlükə yaratmaması üçün tədbirlər alınması ilə bağlı ard-arda xəbərdarlıqlar yayılır. İndoneziyada isə günlərdir davam edən leysan daşqına səbəb olub. Paytaxt Cakartada 15 yaşayış məntəqəsində ciddi problemlər yaranıb. Şəhərdə 20-yə yaxın yol suyun altında qalıb. Cakarta Fövqəladə Hallarla Mübarizə Agentliyinin məlumatına əsasən bəzi ərazilərdə suyun səviyyəsi 90 sm-ə yüksəlib. Bu il başlayandan paytaxtda qeydə alınan 3-cü daşqındır. Yerli xəbərlərlə davam edirik. Goranboyda ötən ilin noyabrında çökən binanın sökülərək yenisinin tikiləcəyi bildirilmişdi. Amma həmin vaxtdan indiyədək ərazidə söküntü işləri aparılmayıb. Sakinlər də bundan narahatdılar. Bəs binanın taleyi necə olacaq? Bu barədə birbaşa bağlantıda əməkdaşımız Xaliq Qurbanlı məlumatları çatdıracaq. Xaliq, eşidək məlumatları. Buyurun. Bəli, qeyd etdiyiniz kimi Goranboy rayonunun Cəfər Cabbarlı 4 ünvanında yerləşən 60 mənzilli və 5 mərtəbədən ibarət olan qəzalı bina elə bu gün ayın 23-ü artıq 2 aydır ki, məhz bu vəziyyətdə olaraq hələ ki qəzalı vəziyyətdə olaraq qalmaqda davam eləyir. Aidiyyatı dövlət qurumlarından aldığımız məlumata görə binanın 200 nəfərdən artıq sakini artıq, belə deyək, kirayə mənzil bazarı ilə tam təmin olunub və dövlət tərəfindən müəyyən kompensasiyalar da tam təmin olunmuşdur. Lakin 2 ay müddəti keçməsinə baxmayaraq, hal-hazırda bina qeyd etdiyimiz kimi yenə qəzalı vəziyyətdə qalmaqda davam edir. Fövqəladə Hallar Nazirliyinin aidiyyatı dövlət qurumları binaya baxış keçirilib və məlumat verildiyi kimi bina tam şəkildə sökülərək yerində yeni binanın tikilməsindən bağlı artıq işlərə başlanmışdır. Ümumilikdə binanın nə vaxt söküləcək, nə vaxt tikiləcək və dövlət tərəfindən vətəndaşlarımız hansı kompensasiyalarla təmin olunub, bununla bağlı bizə daha ətraflı məlumatı Goranboy rayon Fövqəladə Hallar Komissiyasının rəhbəri Seymur Nəzərov ətraflı məlumat verəcək. Buyurun Seymur bəy. Xoş gördük Xaliq müəllim. Sizin də qeyd etdiyiniz kimi 2025-ci ilin noyabr ayının 23-də səhər saatlarında Cəfər Cabbarlı 4 ünvanında yerləşən 60 mənzilli yaşayış binasının 2-ci blokunda çökmə hadisəsi baş verdi və bir neçə gün sonra həmin binada yenidən blok tamamilə qəzalı vəziyyətə düşdü. Yerdə aparılmış operativ tədbirlər nəticəsində bina sakinləri təxliyə olunduğu üçün xoşbəxtlikdən vəfat edən tələfat olmadı. Nazirlər Kabinetinin qərarına əsasən binanın tamamilə sökülməsi ilə bağlı fərqli işlərin davam etdirilir. Yəqin ki, yaxın günlərdə binanın sökülüb, yenidən yeni binanın inşası ilə bağlı işlərə başlanılması ümid edirik.
Təşəkkür edirik. Xatırladaq ki, Goranboy rayonunun Cəfər Cabbarlı 6-4 ünvanında yerləşən məhz bu bina noyabr ayının 23-də səhər saatlarında naməlum səbəbdən binanın bir hissəsi tamamilə çökərək qəzalı vəziyyətə düşmüşdür. Aidiyyatı dövlət qurumları ərazidə müvafiq işlər aparılsa da hələ bu günə kimi binanın çökməsindən bağlı rəsmi məlumat yayılmamışdır. Hal-hazırda binanın belə deyək, çökmə səbəbi hələ ki naməlum şəraitdə olduğu informasiyası qalmaqdadır. Qeyd edim ki, bina çökən zaman aparılan qabaqlayıcı tədbirlər nəticəsində məhz bina sakinlərinin belə deyək, vaxtında evakuasiya olunması, tələfatın, eləcə də belə deyək, yaralanma hallarının sayını sıfıra endirmişdir və məhz bu bina çökən zaman bu binada heç bir sakin yaşamırdı həmin vaxt. Bizim hələ ki, Goranboy rayonunda qəzalı binanın ətrafından, ümumiyyətcə qəzalı bina ilə bağlı çatdıracaqlarımız bu qədər. Buyurun, söz yenidən sizdədir. Təşəkkür edirəm sizə Xaliq məlumatlarınız üçün. Goranboyda qəzalı vəziyyətdə olan binanın aqibəti haqda məlumatları birbaşa bağlantıda əməkdaşımız Xaliq Qurbanlıdan eşitdik. İşğaldan azad ərazilərdə ötən il 1079 döyüş silahı aşkar edilib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, odlu silahlarla yanaşı 2183 mərmi və 220 mindən çox patron da tapılıb. 2025-ci ildə qanunsuz odlu silah saxlama və daşıma ilə bağlı 502 fakt müəyyən edilib. Həmin cinayətlərə görə 153 nəfər tutulub. Şabran rayonunda polis əməkdaşları tərəfindən aparılan profilaktik tədbirlər zamanı Liman kəndi ərazisində silah-sursat aşkarlanıb. Qeyd edilən ünvandan 1 ədəd avtomat, 5 ədəd patron darağı, 2 ədəd əl qumbarası, optik cihaz və 248 ədəd patron götürülüb. Faktla bağlı araşdırma aparılır. Şəkinin Başzəyzid kəndində fərdi yaşayış evində partlayış baş verib, xəsarət alan olmasa da evə ziyan dəyib. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları və texnikaları əraziyə cəlb edilib. Hadisə ilə bağlı araşdırma aparılır. Füzulidə 16 kiloqram narkotik vasitə aşkarlanıb. Narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Əyyub Məlikov və əvvəllər məhkum olunan Ramil Quliyev saxlanılıblar. Onlardan 12 kiloqram 635 qram marihuana, 2 kiloqram 880 qram tiryək, 1 kiloqrama yaxın metamfetamin və 800 ədəd psixotrop tərkibli metadon həbi aşkarlanıb. Saxlanılan şəxslərin narkotik vasitələri satmaq məqsədi ilə əldə etdikləri məlum olub. Faktla bağlı cinayət işi başlanılıb. Ötən il motosiklet və moped sürücülərinin iştirakı ilə 43 qəza olub, 12 nəfər ölüb, 36 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Baş Dövlət Yol Polisi İdarəsinin məlumatına əsasən hadisələr motosiklet və moped sürücülərinin yol hərəkəti qaydalarına etinasız yanaşması, sürət həddinin aşılması, təhlükəli manevrlər səbəbindən baş verib. Bu arada ödənişli yollarda sürət həddi müəyyənləşir. Bu, İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin bugün keçirilən iclasında müzakirəyə çıxarılan yol hərəkəti haqqında və avtomobil yolları haqqında qanunlara təklif olunan dəyişiklikdə əksini tapıb. Layihədə ödənişli avtomagistrallarda sürət həddinin ayrıca tənzimlənməsi məqsədi ilə yaşayış məntəqələrindən kənarda mini avtomobilləri və icazə verilmiş maksimum kütləsi 3,5 tondan artıq olmayan yük avtomobilləri üçün sürət həddinin saatda 130 kilometrdən, digər avtobuslar, yedəyində qoşqu aparan mini avtomobilləri, icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtomobilləri üçün isə saatda 90 kilometrdən çox olmayan həddin müəyyən edilməsi təklif olunur. Sürət həddi ilə bağlı Hörmətli həmkarlar, gündəlik Rusiya Federasiyasının sərhədinə qədər olan Bakı-Quba Rusiya Federasiyası sərhədi avtomobil yolunun Zeynalabdin Tağıyev hissəsindən başlanan 129 kilometrlik ödənişli avtomobil yolu istifadə olunur. Bu yolda radarların olmaması, sürət həddinin konkret şəkildə, dəqiq şəkildə qoyulmaması çoxsaylı yol qəzaların baş verməsinə və hətta bu yol qəzaların ölümlülər nəticələnən qəzalarla baş verməsinə gətirib çıxardırdı. Yəni, bu yolda sürət həddinin tənzimlənməsi ilə bağlı belə bir addımın atılması çox vacibdir.
Məktəblilərin qış tətili başlayır. Nazirlər Kabinetinin ümumi təhsil müəssisələrində tədris ilinin müddətinin təsdiq edilməsi haqqında qərarına əsasən məktəblilərin qış tətili ənənəvi olaraq yanvar ayının son həftəsinə təsadüf edir. 2025-2026-cı tədris ilində də qış tətili 27-31 yanvar tarixlərini əhatə edəcək. Tətil müddəti başa çatdıqdan sonra fevralın 1-i bazar gününə düşdüyü üçün şagirdlər ikinci yarım ilə fevralın 2-sindən başlayacaqlar. Təhsil tələbə krediti üçün müraciət tarixləri açıqlanıb. Bu barədə Təhsil Tələbə Krediti Fondu məlumat yayıb. Qeyd edilib ki, 2025-2026-cı tədris ilinin payız semestri üzrə təhsil tələbə kreditlərinə müraciətlərin qəbulu yanvarın 31-i başa çatacaq. 2025-2026-cı tədris ilinin yaz semestri üzrə yeni qeydiyyat isə fevralın 1-dən başlayacaq. Masallıda çiyələk əkib becərən fermerlər qışda da iş başındadılar. Həm istixanalardan, həm də açıq sahələrdən bu il məhsulun bol olacağı gözlənilir. Qar məhsuldarlığa müsbət təsir göstərəcək. Mövzunu əməkdaşımız Nuranə Tələt qızı birbaşa bağlantıda davam etdirir. Nuranə, buyurun, eşidək siz. Bəli, hazırda biz Masallı rayonundayıq. Burada 400 hektardan çox ərazi çiyələk sahələridir. Qış mövsümündə çiyələk sahələrində hansı işlər gedir? Hal-hazırda da biz bu sahələrdəyik. Qeyd edim ki, Masallı rayonunun Alvadı, Xocavar, Əhmədli, Lürən, Şərəfə və Çaxırlı, Ağakişibəyli ərazilərində uzun illərdir ki, çiyələk sahələri salınıb və hal-hazırda da çiyələk sahələri belə deyək, qış tarla işlərinə hazırlanır. Masalda hazırda Murano sortundan daha çox istifadə olunur. Keçən il hər hektardan 40 tondan çox məhsul götürülübsə, bu il qış biraz sərt keçdiyindən ola bilsin ki, məhsulun azalmasına da səbəb olsun. Hazırda qış tarla işləri üçün ilk olaraq sahələrdə iki formada iş prosesi var. Bir, açıq sahələrdə çiyələk, digər sahələrdə isə gördüyünüz kimi parniklərə salınıb çiyələklər. Parniklərə salınan çiyələklərin fərqi digər çiyələk sahələrindən fərq ondan ibarətdir ki, parnikdə olan çiyələk sahələri mart ayında məhsul verə biləcək və mart ayında parnikdən çıxarılacaq, istixanadan çıxarılacaq. Digər açıq sahədə olan çiyələklər isə mütəxəssislərin, fermerlərin fikricə və uzun illər bu sahədə çalışdıqlarına görə qeyd edirlər ki, daha çox şaxta onlara dəyməsin deyə onlar qar altında daha çox məhsul vermiş ola biləcəklər. Yəni daha sərfəli olacaq, məhsulun da yüksək olması gözlənilir. Eyni zamanda açıq sahədə olan, qeyd edeyim ki, açıq sahədə olan çiyələklər may ayında məhsul verə biləcəklər. Hələlik mənim sizlərə çatdıracaqlarım bunlardan ibarət idi. Hazırda da digər sahələrdə iş prosesi gedir. Mən sizlərə daha ətraflı reportaj vasitəsilə məlumat çatdıracağam. İndi isə sözü sizə studiyaya ötürürəm. Təşəkkür edirəm. Əməkdaşımız Nuranə Tələt qızı Masallıdan bizimlə birbaşa bağlantıdaydı. Sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz keçəcək, lakin bəzi yerlərdə çiskin ehtimalı var. Şimal-qərb küləyi əsəcək. Bölgələrimizə gəldikdə isə eyni zamanda Qarabağ və Şərqi Zəngəzur zonasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcəyi, hava maksimal temperaturu 5-9 dərəcə isti, dağlarda isə 0-5 dərəcə şaxta olacağı gözlənilir. Bizi birləşdirən Mədəniyyət İctimai Birliyinin təşkilatçılığı Milli Musiqi Kimliyimiz layihəsi çərçivəsində Qərbi Azərbaycan Aşıqlığı bugün adlı konsert proqramı keçirilib. Tədbirdə əməkdar mədəniyyət işçiləri, tanınmış aşıqlar, eləcə də folklor qrupları çıxış ediblər. Qərbi Azərbaycanın aşıq sənətini yaşadan sənətkarların ifaları təqdim olunur. Qərbi Azərbaycan Aşıqlığı bugün layihəsi məxsusi şəkildə hazırlanmışdır. Çünki Qərbi Azərbaycan tarixən İrəvanda, Göyçədə, Ağbaba mahalında, Zəngəzurda böyük şöhrət qazanıbdır. Bugün vəziyyət necədir? Qərbi Azərbaycan aşıqları bugün hansı belə deyək, sənət durumundadır, onu gerçəkləşdirdik. Bunun da məqsədi odur ki, sabah biz Dədə-Baba yurdumuza, Göyçüyə, Zəngəzura qaydanda aşıqlarımız bizdən qabaqda, bizlə birlikdə gedəcək. Bugün Qərbi Azərbaycana doğrudur yönümüz. Qərbi Azərbaycanın sazı dillənir, sözü dillənir. İfaçıların
o gözəl təqdimatında sanki səyyar xəyyalımız Göyçənin göylərini dolaşdı, Aşıq Alını yada saldıq, Aşıq Ələsgəri yada saldıq və çox aktualdır. Bu mövzuda biz belə layihələrə gəlib iştirakçı olanda hiss edirik ki, Qərbi Azərbaycana qayıtmağımızın zamanı çatıb və bizi daha da yaxınlaşdırır, ruhlandırır. Bu bizim bir milli borcumuzdur. Bax, belə saatın əsas xəbərləri bunlar idi. Hadisələrin inkişafı Astro xəbərin növbəti buraxılışlarında. Diqqətinizə görə minnətdarım. Özünüzü qoruyun. Görüşək.